Dövlət İmtahan Mərkəzi tərəfindən ekranda göstərilən 2 sual qəbul imtahanına salınmışdır. Bu tipdə suallar 7 iyunda qəbul imtahanına düşə bilər. Ona görə də diqqətli olaq. Şərtdə deyilir ki, düz xətlər hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Cismin getdiyi yol yerdəşmə moduluna bərabərdir. Cismin getdiyi yol yerdəşmə moduluna nə vaxt bərabər ola bilər? Cisim düz xətt boyunca hərəkət istiqamətini dəyişmədən hərəkət etsin. Bu halda, yox, əgər hərəkət istiqamətini dəyişərsə, onda gedilən yol yerdəşmə modulundan böyük olur. İndi burada sürətin zamandan asılı qrafiki verilmişdir. Sürətin zamandan asılı qrafiki veriləndə qrafik zaman oxu ilə neçə dəfə kəsişirsə, cisim bir o qədər dəfə hərəkət istiqamətini dəyişir. Yəni, bax, gördüyünüz bu qrafik, gördüyümüz kimi bu tez zaman oxu ilə bir dəfə burada kəsişib. Digər halda isə ikinci dəfə burada kəsişib. Deməli, 2 dəfə hərəkət istiqamətini dəyişib. Və əlbəttə ki, burada gedilən yol yerdəşmə modulundan böyük olacaq. Yəni, 2 və 3 burada doğru cavabdır. Cavab oldu B bəndi. Bu dediyim hal, qrafikin zaman oxu ilə kəsişməsi halı yalnızca sürətin zamandan asılı qrafikinə aiddir. Koordinatın zamandan asılılığına aid deyil. İkinci sualda baxın, koordinatın zamandan asılı qrafiki verilmişdir. B olan halda, baxın, fikir verin, 0-dan 10-a x ox istiqamətində hərəkət edir. Daha sonra artıq hərəkət istiqamətini dəyişir. X oxun əksinə doğru hərəkət edir. Və yenidən hərəkət istiqamətini dəyişərək x ox istiqamətində hərəkət edir. Gördüyümüz kimi 2-ci saniyənin sonunda və 6-cı saniyənin sonunda hərəkət istiqamətini dəyişdi. 2 dəfə hərəkət istiqaməti dəyişilib. Deməli, 1 doğrudur. İkincidə deyir, hərəkət istiqamətini bir dəfə dəyişmişdir. Bu səhvdir. Yerdəyişmə 0-a bərabərdir. Üçüncü şərtdə bunu deyir. Yerdəyişmə hansı halda 0 olur? Cismin başlanğıc və son vəziyyəti üst-üstə düşəndə. Fikir versəz, başlanğıcda 0 koordinatındaydı. 8-ci saniyənin sonunda isə bu zaman son koordinatda 0-a bərabərdir. Yəni, artıq burada həm başlanğıcda da 0-dır, sonda da 0-dır. Deməli, yerdəyişmə 0-a bərabərdir. 3 doğrudur. Yola görə orta sürət 5 metr bölək saniyədir. Yola görə orta sürət tapmaq üçün əlbəttə ki, yolu bilməliyik. Fikir versəz, burada 0-dan 10 koordinatına gəlmişdir. Deməli, 10 metr burada yol getmişdir cisimimiz. İkinci halda isə artıq 10-dan 4-cü saniyənin sonunda artıq 0-a gəldi axı. Yenə 10 metr yol getdi burada. Sonrasında isə, bax burada 0-dan artıq gəldi 6-cı saniyənin sonunda mənfi 10-a. Mənfi qeyd etdiyim kimi yenə nəzərə alınmır. Burada 10 metr olacaq onda. Və sonda 6-cı saniyənin sonunda qeyd etdik ki, mənfi 10 koordinatındadır. Artıq gəlir 8-ci saniyənin sonunda 0 koordinatına. Yenə olacaq bura 10 metr. Gördüyümüz kimi 4 dənə 10 40 metr edəcək. Deməli, yol L bərabər oldu 40-a. T də zamanda 8 idi. Onda V bərabər olacaq L bölək T-dən 40 bölək 8 5. Yola görə orta sürət deməli oldu 5. Yerdəyişmə 20 metrdir, qeyd etdik 0-dır. Getdiyi yol 20 metrdir, xeyr, qeyd etdik 40-dır. Deməli, 1, 3 və 4 doğru cavablardır. B bəndi.